Modelyer Fəxriyə Xələfova dodaqları ilə bağlı səslənən iddialara aydınlıq gətirib. O açıqlamasında dodaqlarım dolğusuzdur deyərək estetik müdaxilə etdirmədiyini bildirib. Fəxriyə Xələfovanın bu sözləri sosial mediada maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub. Həmin Azərbaycanın görüntüləri təqdim əməkdar edirik. incəsənət xadimi, gözəl modelyerimiz Fəxriyə Dodaqlar dolgusuz. Bu hal heç vaxt olmayıbdır. Gözlərimin rəngi təbii yaşıl rəng. Gözlər dart olmayıb. Qaşlar, kirpiklər təbii. Botoks yoxdur. Azərbaycanın əməkdar incəsənət xadimi, gözəl modelyerimiz Fəxriyə Xələfovanın fikirləri ilə mən də razıyam. Dodaqlarında heç bir dolğu proseduru olunmayıb. Yanaqları da özünə məxsusdur. Yəni heç bir dodaqlarına, həmçinin də yanaqlarına heç bir müdaxilə olunmayıb. Burnu qaldırılmayıb, estetik müdaxilə yoxdur. Gözləri də həmçinin çox illərdir gördüyümüz kimi çox gözəldir. Yəni heç bir rəng dəyişikliyi də yoxdur. Yəni ümumi görünüşünü nəzərə alsaq, illərdir xanım öz gözəlliyini qoruyub saxlayıb. Yəni heç bir estetik müdaxiləyə ehtiyac bilməyib.